Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Biz Ləmiyanı davam edirik. Keçən səfər 7-ci beyti götürmüşdük. Bugün 8-ci beyti götürəcəyik inşallah. 7-ci beytdə nə demişdi müəllif rahmehullah? İbn Teymiyyə rahmehullah demiş ki, sifət ayələrinin hamısını haqqı ilə necə ki birinci Tıraz-ül Əvvəl, yəni sahabələr və onlara tabi olanlar nəql eləmişdilər. O Quranda, sünnədə varid olan kimi biz eləncə onu nədir? Olduğu kimi deyirik zahirinə. Və əruddu uhdətəhə ilə nuqalihə. Yəni bütün ad və sifətlərin dəlillərinin hamısını kimlər ki o sifətləri nəql edibdir, Allah subhanahu mənalarıyla və Allah Taala'nın əzəmətinə, cəlalına layiq olan şəkildə o dəlilləri nəql edibdir. Peyğəmbər sallallahu əleyhi və səlləmdən başlayaraq və ondan sonra kiram sahabələr, sonra onlara gözəl şəkildə tabi olan imamların yolunla getmək. Yəni bunu qaytarırıq həmin o ad və sifətlərin dəlillərin hamısını nəql edənlərə. Və əsunuhə an kulli mə yutəxəyyəlu. Bütün əhli bidə ki, nə ki özlərindən xəyal edirlər bu ad və sifətlərdə, bəziləri inkar edir, bəziləri təvil edirlər. Onların hər bir xəyal elədiyi şeydən bu ad və sifətləri nə edirlər? Əsunuhə qoruyuram. Müəllif rahmehullah 8-ci beytdə bunu deyir. Şeyx Zeyd Mədxəli rahmehullah və bildirir ki, necə ki qabaqda keçdiyi ad və sifətlərin dəlillərinin hamısını onun nəql edənlərə, necə ki o sifətləri, dəlilləri ki nəql ediblər, onun mənalarına iman gətiriblər, Allah Taala'nın əzəmətinə, cəlalına layiq olan şəkildə və Rasulullah sallallahu əleyhi və səlləmdən başlayaraq ondan sonra kiram sahabələr və sonra onlara gözəl şəkildə tabi olan və onların yolunu gedən bu bilinən əyimmələr, yəni imamlar, onlara bunu nə edirəm? Qaytarım onların nəqillədiyi şeyə. İslam dini nəqillə sabit olubdur. Yəni doğru olan kəs, doğru olan kəsdən rivayətlə, dirayənlə nədir? Nəql olunubdur. Və bəyanu zəlikə ənəl Qur'an-ı Kərim əlləzi nəzələ fi xilali 33 sənətən. Yəni bunu bəyan edən nədir? Qur'an-ı Kərim 23 ildə nazil olmuşdu. Cibril aleyhissalam aləmlərin Rəbbi olan Allah'tan onu eşitmiştir və onu Muhammed sallallahu aleyhi və səlləmə təbliğ eləmişdi, ona çatdırmışdı. Kamil olaraq naqis olmadan zikr olunan müddətdə, yəni 23 ildə. Muhammed sallallahu aleyhi və səlləm də onu kiram sahabələrinə çatdırmışdır. Onlara onu kamil olarak naqis olmadan nəqilləmişdi, oxumuşdu onlara. فَمِنْهُمْ مَنْ اسْتَظْهَرَهُ وَمِنْهُمْ مَنْ أَخَذَ نَصِيبَهُ مِنْهُ بِقَدْرِ مَا كُتِبَ لَهُ. Yəni sahabələrdən bəzisi tam olaraq onu götürmüşdü, bəzisi olaraq bəzisi özünə pay olan şəkildə götürmüşdü, bəzisi ona yazılan miqdarda onu götürmüşdü. Yəni hərə özünə miqdarda nədir? Ondan götürmüşdür. Və ondan sonra isə onlardan sonra gələn əciyəz, nəsil, kök bunu sənətlə bu günümüzə kimi Quranı eləmişdir, götürmüşdülər. Həmçində pak olan sünnə. Pak olan sünnə Muhammed sallallahu əleyhi və səlləmdən adil kəsin rəvayəti ilə adil kəs adil kəsdən rəvayət eləməklə nəql olunmuşdur. Kamil olaraq, naqis olmadan. Və nə ki ora ki yalan, uydurmalar əlavə olunmuşdur, bundan təmizlənilərək nəql olunmuşdur. Çünki hədislərə bilir ki, uydurma və yalan şeylər çox əlavə eləmişdilər. Tam pak olaraq təmizlənilərək bizə gəlib sənədlərlə çatmışdır. Zəif əv daifən qeyri-mu'tabar, yəni həmçinin zəif olan, etibar olmayan şeylər belə oradan nədir? Bildirilmişdir ki, nələr ki zəifdir yəni. Dini qorumaq üçün.
Rəsulların seyyidinin sünnəsinin qorunması üçündür sallallahu aleyhi ve sellem. Allah subhanahu teala onun sahabelərinin hamısından da razı olsun. Onlar bu dini bizə qoyub çatdırıblar. Və əsunuha onun mənası odur ki, yəni onu təhrifdən, batil kəslərin təvilindən, tətildən, təşbihdən, təmsildən qorunmağın vacib olmasını özümü lazım edirəm. Qoruyuram yəni. Özümü buna lazım edirəm. Ki, nə təhrif olunmasın, həmin Allah Taala'nın sifətləri, həmin batil təbillər olunmasın, inkar olunmasın, oxşadılmasın, təmsil, təşbih olmasın. Necə ki, vacibdir, batil əhlinin, bidət əhlindən olan, azğın əhlindən olan, batil əhlinin xəyal elədiyi şeylərdən, o batil xəyal elədiyi şeylərdən onu siyan edirəm. Siyanət və onu qoruyuram yəni. Yəni, müxtəlif miləl və nihəl. Müxtəlif miləllər kimlərdir? Yəni ki, Yahudilər, Xristiyanlar, Məcuzlar, yəni müxtəlif millətlərdirlər bunlar. Həmçinin fəlsəfəçilər və nihəlihim, yəni nihəl, yəni bu fəlsəfəçilər də öz əqillərinə qayıdıb və yaxud da sabilər, bunlar milal və nihəl dedikdə bunlar vəsf olunur. Liyən əhl-i sünnət və cəmaat sabiqinə minhum və lahiqin. Çünki əhl-i sünnət cəmaat yəni bunlar əhl-i sünnət və cəmaata neyinliklər? Müxtəlif bu miləllər və nihəllər müxalif olmuşdular. Keçmişdə də onlardan və indi olanlar da əhl-i sünnətə ad və sifətlərdən həmişə müxalif olublar. Yəni burada qəsd edirəm ki, deyir əl-milal və nihəl kimlər ki bu bölümdə azıflar və bundan başqa bölümdə azan onlar hamısı bura daxildir. Və kəzəlikə siyanətuhə bi bəyan haqq fiyhə. Yəni onu qoruyur, o sifətlərin qorunması haqqı bəyan, orada haqqı bəyan eləməkdir. Və raddu alə mən inharafu an cəddətil haqq və savab. Haqq və savab yolundan azan kəslərə rədd verməkdir. Artıq Şeyxülislam İbn Teymiyyə rahmehullah onun haqqı bəyan eləməkdə, ona kömək eləməkdə əli çox uzun idi. Yəni belə bir söz var, əli uzun idi. Yəni çox rolu olubdur. Yəni batilə rədd veribdir, onu puç edibdir. Baxmayaraq ki, əhl-i bidədən çoxlu şərlərlə qarşılaşmağına baxmayaraq, yəni həmişə elə olub da, sən haqqı müdafiə edəndə sən çoxlu şərlərlə qarşılaşırsan, şərli insanlarla qarşılaşırsan. İbn Teymiyyə rahmehullah buna baxmayaraq nə edibdir? Bu barədə çoxlu kitablar yazıbdır, əhl-i bidə rəddiyələr veribdir. Biz deyir, onu zikirlədik, ondan başqa olanların da gözəl sözlərini zikirləmişik, deyir. Allah ona mükafatını, cəzasını, mükafatını, yəni bu bəyan elədiyi üçün, bu sünnəni qoruduğu üçün, İslam şəriətini qoruduğu üçün xeyirlə, onun cəzasını xeyirlə versin. Şeyxülislam İbn Teymiyyə rahmehullah. Yəni Şeyx Zeyd rahmehullah dua edir, biz də əmin deyirik. Gələn səfər 9-cu beyti biz inşallah burada götürəcəyik. Allah təala ki bizlərə işte faydalandırsın.